5 il bundan əvvəl məndə çox qəribə şeylər başladı. Əvvəlcə bir neçə dəqiqəliyinə çaşqınlığa düşürdüm. Sanki həyat dayanır, necə yaşamalı olduğumu, nə edəcəyimi bilmir, özümü itirib ümidsizliyə qapılırdım. Sonra bu çaşqınlıq anları həminki formada və daha tez-tez təkrarlanmağa başladı. Və həyat bu cür dayanarkən həmişə eyni suallar yaranırdı. Nə üçün? Yaxşı, bəs sonra? Həyatım dayanmışdı. Görürdüm ki, qarşıda ölümdən başqa heç nə yoxdur. Bəs bu qədər çalışıb əlləşmək niyə? Necə olur ki, insan bunu görmədən yaşayır? Heyrət ediləsidir. Bax, bu əsl dəhşət idi. Mən nə üçün yaşayıram? Hiss etdiyim sevinc və kədərin mənası nədir? Yaşamaq uğruna çaba sərf eləməliyəm. Bu sərf etdiyim çabanın bir mənası varmı? Nə üçün doğuldum? Bəs ölüm? Öldükdən sonra nə olacaq? Həyatın bir mənası varmı? Məktəbə getmək, diplom almaq, işləmək, pul qazanmaq, sevmək, evlənmək, gəzmək. Yaxşı, deyək ki, bunların hamısını əldə elədim. Bəs sonra? Bu suallar sənə çox mənasız görsənə bilər. Bəlkə elə bir mərhələdəsən ki, xəyal etdiyin həyatı yaşayırsan. Ya da xəyal etdiyin həyatı yaşamaq üçün gecəni gündüzünə qatırsan. Ya da hər şeydən əlini üzüb, həyatın başdan başa bir komediya olduğunu inanmısan. Ya da faciə. Bəlkə sənin doğulduğun evdə daha gözün açar-açmaz valideynlərin, nənə və babaların bu sualların cavabını sənin yerinə veriblər. Sən də qəbul eləmisən. Sənin zehnində şübhəyə yer yoxdur. Hər şey sənə görə aydındır ya da tamamilə qeyri-müəyyən. Başlanğıcda, sonda, mahiyyətdə sənə bəlliymiş kimi gəlir, yaxud da tamamilə yad. Sən Tanrını da tapmısan, həyatın mənasından da əminsən, öldükdən sonra hara gedəcəyini də bilirsən. Ya da hər şeydən xəbərsiz. Mən bu sualları verərkən bəlkə də sənin 20 yaşın var, bəlkə 30, bəlkə 40, bəlkə də 15. Pulsuz birisən bəlkə də, istədiyin heç bir şeyə çata bilməmisən, həyatda tək bir uğur belə qazana bilməmisən. Ona görə də bu suallar sənə bekarçılıqdan doğan bir sual kimi görünə bilir. Düşünürsən ki, indi pulun yoxdur, amma bir gün olacaq və həyatın mənasını tapacaqsan. İndi şöhrətin yoxdur, bir gün sevdiyin işdə uğur qazanıb şöhrət olacaqsan və bütün dünya səni kəşf etdikdən sonra bu suallara cavab verəcəksən. Və bir ömür boyu xoşbəxt bir ömür sürüb, həyatı təbəssümlə sona çatdıracaqsan. İdealların sənin üçün həqiqətin özüdür. Var olan bir illüziya, olmayan isə reallıqdır sənə görə. Amma sənə bir xəbərim var. Bir sual var ki, ömrün boyu sənin yaxandan əl çəkməyəcək. Sən milyoner olsan da, şöhrət qazansan da, bütün dünya səni tanısa da, bir gün otağına çəkilib, gözünü boşluğa zilləyərək bu sualı verəcəksən özünə. Yaxşı, bəs sonra? Tolstoy 50 yaşında bu sualı özünə verdi. O vaxta kimi Tolstoy artıq gənc yaşında tanınmış biri idi. Sevastopol hekayələri ilə Krım müharibəsinin canlı təsvirini vermiş və realist yazıcı kimi şöhrət qazanmışdı. Hərb və sülh əsəri Avropa ədəbiyyatını silkələmiş, onu dünya yazıcısı səviyyəsinə qaldırmışdı. Anna Karenina artıq dünya ədəbiyyatında ən məşhur romanlardan biri sayılırdı. Sosial nüfuzu var idi və zadəgan həyatı yaşayırdı. Yasnaya Polyana malikanəsində böyük təsərrüfatı vardı. Qraf titulu daşıyırdı. Yüksək aristokrat cəmiyyətində nüfuz sahibi idi. Əsərləri Avropada tərcümə olunurdu. O, Nietzscheyə görə Rus xalqının yeganə psixoloqu, Roman Rolanda görə insanlığın vicdanı, Çexova görə yazıçılığın zirvəsi, Qandiyə görə mənəvi müəllim, Rus xalqı arasında isə canlı peyğəmbər, Rus xalqının ata və ağsaqqalı ünvanlarını qazanmışdı. Amma bir gün ömrünün 50-ci ilində bütün var dövlət, şöhrətə rəğmən hər kəsdən uzaqlaşıb, təkliyə çəkilib, özünə bu sualı verdi. Yaxşı, bəs sonra? Tolstoy xristiyan bir ailədə dünyaya göz açır. Öz deyimi ilə bu inanc ona uşaqlıq, yeniyetməlik və gənclik dönəmlərində aşılanmışdır. Amma 18 yaşında universiteti 2-ci kursdan tərk eləyəndə başa düşür ki, o artıq inancını itirir. O zamana kimi inandığı inancı isə ənənəvi inanc adlandırır. Yəni, dərinliyi olmayan, palaza bürün, əllə sürün misalı. Tolstoy inancını itirməklə yanaşı, o dövrün inanclı insanlarına da yuxarıdan aşağı baxmağa başlayır. Amma özü etiraf eləyir ki,
onun inancdan üz döndərməsi də inanca gəlməsi kimi primitiv üsullarla baş verir. Yəni, hər ikisində də öz seçimi olmur. Bir qrupdan ayrılıb başqa bir qrupa qoşulur, amma sonra olamadan. Elə bu mərhələdə bir şeyin fərqinə varır. Tolstoy görür ki, yaşadığı dövrün inancsız insanları ilə inanclı insanlar arasında demək olar ki, heç bir fərqi yoxdur. Hətta ağıl, şərəf, əxlaq kimi üstün xüsusiyyətlərin əksərən inancsız insanlarda olduğunu görür. O dövrə bu cür qısa izah verir. İnancın gündəlik həyatda yeri yox idi. Heç kəs şəxsi həyatında onunla qəzəb aparmırdı. Hətta 10 illər keçir, insanlar dini kitablar oxuyub, din ayinlərə qatılırdılar, amma hansı inanca daşıdıqlarını çoxdan unutmuşdular. Hər kəs inancsız idi əslində, sadəcə bundan xəbərsiz idilər. Tolstoy artıq duaya durmur, kilsəyə getmir, oruç tutmur, amma ruhən hələ də nəyəsə inandığını hiss edir. Amma bu sirli hissin nə olduğunu özü üçün müəyyənləşdirə bilmir və bu qeyri-müəyyənlik içində bir mükəmməlliyə can atmağa başlayır. Əsl həqiqətin yalnız mükəmməllikdə ola biləcəyinə inanır. Bacardığı qədər oxuyur, araşdırır, özü üçün qanunlar yaradır, iradəsini müxtəlif oyunlar vasitəsilə sınağa çəkir, səbrini təkmilləşdirir. Bütün bunları mükəmməlləşmə hesab edir. Amma bu əxlaqi cəhətdən mükəmməllik istəyi çox keçmir ki, insanlar yanında güclü olmaq, tanınmış olmaq, hörmət görmək istəyi ilə əvəzlənir. Yəni, ümumi mükəmməlləşməyə, özü və Tanrı qarşısında yox, çevrə qarşısında daha yaxşı olmaq arzusuna çevrilir. Tolstoyun arzusundakı dəyişikliyi onu başqa bir çağrı aparır. Həyatının 10 ilini qumar oynayaraq keçirir, qatıldığı müharibədə insanları öldürür, kəndlərin əməyi ilə dolanır, onları edam etdirir, yalan danışır və bu 10 ildə bir şeyin fərqinə varır. O, nə zaman ki, yüksək əxlaqi dəyərlərə çatmaq üçün cəhdlər edirsə, çevrəsi tərəfindən ciddiyə alınmır, hətta lağa qoyulur. Amma elə ki, pis, alçaq hərəkətlərə yol verir, o zaman həmin çevrə onu alqışlayır və ona heyran olur. O dövrdə təkəbbür, şöhrətpərəstlikdən yazırdım. Yazılarım həyatda etdiklərimdən ibarət idi. Pul üçün yazırdım. Ona görə də yaxşını gizlədib pisi göstərməliydim və elə də eləyirdim. Dəfələrlə həyatımın mənası olan yaxşıya can atmaq istəyimi istehza görüntüsü verərək gizlətmişdim. Beləcə buna nail olurdum. Məni tərifləyirdilər. Tolstoy 26 yaşında müharibədən qayıtdıqdan sonra yazıçılarla münasibət qurmağa başlayır və onlarla münasibət ərəfəsində başa düşür ki, bu insanlarla olan münasibəti öncələri içində olan yaxşıya can atmaq istəyini tamamilə süpürüb atıb. Ona görə yazıçıların həyata baxışı belə idi. Həyat inkişaf eləyir, bu inkişafda əsas pay onların, yəni düşüncə əhlindəndir. Düşüncə əhli kimlərdir? Rəssamlar, şairlər. Onların vəzifəsi öyrətməkdir. Tolstoy burada özünə bir sual verir. Mən nə bilirəm, nə öyrədirəm? Tolstoy deyir ki, mənim bu sualıma düşüncə əhlinin nəzəriyyəsi bu idi. Bunu bilmək lazım deyil. Rəssam və şairlər qeyri-iradə öyrədir. Tolstoy deyir ki, məni də özləri kimi möcüzəvi rəssam, şair hesab edirdilər. Mən rəssam və şair kimi bilmədiklərimi yazır, öyrədirdim. Buna görə də mənə pul, ev, gözəl yeməklər, şöhrət verirdilər. Elə görünürdü ki, öyrətdiklərim çox yaxşıdır. Amma çox keçmir ki, Tolstoy bu əqidənin saxtakarlığının fərqinə varır və o dönəmi bu sözlərlə yad edir. Biz o dövrlərdə elə zənn eləyirdik ki, bacardığımız qədər çox yazmalı, çox nəşr etməliyik. Ancaq heç kim fərqinə belə varmırdı ki, özümüz heç nə bilmirik. Həyatın ən sadə sualına, yaxşı nədir, pis nədir sualına nə cavab verə biləcəyimizi bilmirik. Tolstoy bu mərhələni dəlilik mərhələsi adlandırır və bu mərhələ 6 il davam edir. Bu müddət ərzində Tolstoy xaricə gedir, qabaqcıl elm adamları ilə yaxınlıq qurur və 6 il öncə içində sönən mükəmməllik inancı yenidən közərir. Çünki bu inancın sadəcə özündə yox, yaxınlıq qurduğu elm adamlarında da olduğunu görür. Amma bu alov çox keçmir ki, közərdiyi kimi də sönür. Çünki o dövrdə mükəmməllik inancı o və digərləri üçün tərəqqi sözü ilə əvəz olunur. Öncələri bu tərəqqi sözü Tolstoy üçün nəyisə ifadə etsə də daha sonra öz mənasını itirir. O anı Tolstoy bu mükəmməl bənzətmə ilə izah edir. Hələ də anlamırdım ki, yaşayan hər bir insan kimi daha yaxşı həyatla bağlı sualların əzab verdiyi mən, bu suallara tərəqqi eləyərək yaşamaq lazımdır. Cavabını verərkən, dalğaların, küləyin ağuşunu alıb apardığı qayıqdakı insanın yeganə və ən əsas sualı olan istiqamət hayanadır sualına
harayasa sürüklənərək cavabını verməsi üçün bir şeylə məşğulam. Bu bənzətmə ilə Tolstoy demək istəyir ki, fərz eləyin ki, həyat bir qayıqda yol almağa bənzəsin. Siz isə o qayıqdakı insansınız. Sizə görə həyatın mənası o qayıqda olduğunuz müddətdə inkişaf eləməkdir, amma siz ən vacib sualın cavabını bilmirsinizsə, qayıqda inkişaf etməyin heç bir mənası yoxdur. Ən vacib sual isə budur. İstiqamət haradır? Tolstoya görə o dövrün mütərəqqiləri nə qədər inkişaf etmiş olurlarsa olsun, bu suala ancaq harayasa gedirik cavabını verə bilirdilər. Yəni, özləri də bu qədər inkişafa rəğmən hara getdiklərini bilmirdilər. Tolstoy xaricdən qayıtdıqdan sonra kənd məktəblərində dərs deməyə başlayır. Dərslər çox ürəyincə olur, çünki kənd insanlarının sadəliyi onu bezmiş olduğu yalanlardan biraz da olsun uzaq tutur. Amma burada da tərəqqiyə xidmət etdiyini fərq eləyir. Tərəqqi isə o dövrdə Tolstoy üçün bu mənanı daşıyırdı. Nə öyrətdiyini bilmədən nəsə öyrətmək. Bu ərəfədə Tolstoy ailə qurur və uzun müddət həyatı sorğulamağa dayandıra bilir. Bu dövrdə zamanını sadəcə ailəsinə həsr eləyir. İndi o, ailəsinin həyatını mükəmməlləşdirməyə çalışır və beləcə 5 il keçir. Tolstoy geridə qoyduğu 15 il ərzində yazıçılığı heç bir əhəmiyyəti olmayan bir peşə hesab edir. Sadəcə pul üçün yazdığını etiraf edir və rifah içərisində yaşayır. Amma bir yerdə o başı bəlalı sual onun qapısını döyür. Tolstoy bir gün özünə bir sual verir. Nə üçün? Yaxşı, bəs sonra? Bu suallar ötəri yox, sözün əsl mənasında onun yaxasından yapışır. Bu anlarda yaşadığı hisslərlə ölümcül xəstəliyə tutulan adamın halını bir tutur. Sualların ağırlığı hər yeni gün get-gedə şiddətlənir. Tolstoy öz-özünə deyir, yaxşı deyək ki, sənin Samarada 6000 desyatin torpağın var, 300 baş atın var. Bəs sonra? Yaxud uşaqlarımı tərbiyə eləyirəm. Nə üçün? Yaxşı, tutalım ki, sən Gogoldan, Pushkindən, Shakespeare'dən, hətta dünyadakı bütün qələm adamlarından daha məşhur oldun. Nə olsun ki?